Kursumuz 4-cü sinif ingilis dili kiçik summativ qiymətləndirmə 3. In the morning səhər vaxtını soruşur. A variantı gecədir. B variantı səhər vaxtıdır. A variantı axşamdır. C variantı gecədir. B isə səhərdir. In the morningdir. What time is it? Saat neçədir soruşur. I'm Kemal. Sən kimsən sualının cavabıdır. It is Monday. What day is it sualının cavabıdır. It is 12. Saat 12'dir. Bu da fəslidir. Yay fəslidir. Bizə isə saat lazım idi. Ona görə C variantı. Jack eats breakfast. Səhər yeməyi yeyir. İndi şəklə əsasən biz müəyyən etməliyik ki, Jack səhər yeməyi yeyir. Amma şəkillər də aydın düşməyib. Bu olar. B variantı. Səhər yeməyi daha zəngin. Düzgün variant istəyir. It's 8 a.m. Səhər saat 8-dir. A.m.dən bilirik ki, səhərdir. P.m. olsaydı, uşaqlar, axşam olacağını biləcəkdik. It's time to eat. Nə yemək vaxtıdır? Səhər yeməyi. Breakfast. Dinner. Axşam yeməyidir. Lunch. Günorta yeməyi. Düzgün sırada yazın. What time is it? What time is it? Saat neçədir deməkdir. Which month has 31 days? Hansı ayda 31 gün var? Uşaqlar, tapın görək hansı ayda var? Fevral deyil dəqiq. Yanvar ayında uşaqlar. Yanvar ayında 31 gün var. Düzgün variant istəyir. In the morning Bir neçə cavab ola bilər. Səhər mən yuxudan uyanıram. Bəli. I eat breakfast. Səhər yeməyi yeyirəm. Yatmağa gedirəm. Yox. Axşam yeməyi yeyirəm. Yox. Günortanı yeyirəm. Yox. Match. 8 a.m. A.m. dedik ki, səhərdir. Morning. 9 p.m. 9 p.m. Deməli bu axşamdır və 12 a.m. It is midnight. Uşaqlar, 12 a.m. belə yazılan. Gecə saat 12-dir. Amma 12 p.m. isə günorta saat 12'dir. Noon'dur. At noon. Yoğunlaşdıraq. What time is it? Saat neçədir? It is 12:30. Yəni 12:30. What is the date today? Ayın tarixini soruşur. Ayın tarixini soruşanda həm ay deməliyik, həm günü deməliyik uşaqlar. Date soruşulanda. It is March 1st, yəni martın 1-idir. When is your birthday? Deyir, ad günün nə vaxtdır? It is in December. Dekabr ayındadır. It is 6 in the morning. Səhər saat 6-dır. Sam and Anne get up. Yuxudan oyanır. Sam və Anne get dressed. Geyinirlər və eat breakfast və səhər yeməyi yeyirlər. At 8 o'clock they go to school. Saat 8-də onlar məktəbə gedir. At noon they eat lunch at school canteen with their friends. Bax uşaqlar, at noon günorta saat 12-dir. Onlar məktəbdə, deməli bufetində dostları ilə günorta yeməyi yeyirlər. Children do their homework in the evening. Uşaqlar ev tapşırıqlarını axşam edir. After finishing their lessons, they watch cartoons on TV. Dərslərini bitirəndən sonra onlar televizorda cizgi film izləyirlər. At 9 o'clock, they go to bed. Saat 9-da onlar yatmağa gedir. It's late and it's time to rest. Gecdir və dincəlmək vaxtıdır. What time do Sam and Anne get up? Saat neçədə deyir yuxudan durur? 6-da. 6 a.m. Where do they eat their lunch? Harda yeyirlər lunch?
günorta yeməklərini. At school canteen, məktəb bufetində. Write the opposite of the word morning. Morning sözünün, səhər sözünün əks mənalı sözü eveningdir, yazırıq. When do they do their homework? Nə vaxt onlar ev tapşırığını edirlər? Yazırıq ki, they do their homework in the evening. Və bu qədər uşaqlar. Sağ olun.